Xoşbəxtsən də? Çox xoşbəxtəm. Əslində bunu kəşki dilə gətirməzdim. İstəməyənlər var, göz dəyə bilər. Pis gözlərdən iraq. Allah arzusunda olan, bax təmiz ürəklə deyirəm. Arzusunda olan hər kəsə qismət eləsin o xoşbəxtlikdən. Gülkan atan görmədi də toyunu. Yox, görmədi. Amma istəyərdim də. Çox istəyərdim. Ən böyük arzum mənim də, atamın da arzusu o idi ki, məni ağ gəlinlikdə görsün. Amma ömür vəfa etmədi, görmədi. Gülkan, bugün atan burada olsaydı, səni eşitsəydi, ona nə deyərdin? Ona deyiləsi çox sözlərim var əslində. Nə bilim, ağlamaq istəmirəm. Yəni, o nöqtələrə toxunmaq istəmirəm heç. Yəni, hər kəsin öz qəlbində öz dərdi var da, dərinliyi var. Mən də onu özlüyümdə yaşayıram. Heç mən o baxımdan evdə də heç kimlə dərdləşmirəm. Hər şey gecə yerimə uzananda papam üçün dualar edirəm. Atanla dost idin də, mənə çox Yox, yaxın dost olmusan. Bütün sirlərini Hər şeyi bölüşürdün. papamla bölüşmüşəm. İndi kimlə bölüşürsən o sirləri? İndi anamla, bacımla, yoldaşımla. Elə sirlər, elə sözlər olurmu ki, deyirsən ki, kaş ata sağ olaydın, bunu heç kimə deyə bilmirəm, içimdə qalır. Elə sirlər yox, amma elə bir hal yaranır ki, deyirəm ki, kaş yanımda olardı. O hansı məqamlardır ki, o məqamlarda ən çox atanı istəyirsən? Nə bilim, çox məqamlar olur. Bəzən mənəvi dəstəyə ehtiyacı olur insanın. İnşallah sağ-salamatçılıqla övladını da qucağına alacaqsan. Baxın, deyirəm ki, kaş papam görərdi. Heç toyumu da yox. Kaş onu görərdi həqiqətən. Bilirəm ki, atanın da böyük arzusu olur da, həm Mən 9 ildən toyunu, sonra övladı. övlad dünyaya gəlmişəm. Papam məndən nəfəs alıb, son 5 il olmuşam. Mən də ondan nəfəs almışam. Çox belə valideynlər son 5 ilə daha çox bağlı olur da. Deyiləsi dərd deyil, laf mənim dərdim. Mən də evin son 5 il olmuşam. Mənim də anam övladlarımı görmədi. Allah O rəhmət mənim eləsin. üçün də həmişə ürəyimdə qalan bir şey olur. İndi də qəbir üstünə gedəndə deyirəm ki, ana nəvələrini gətirmişəm. Getmisən qəbir üstünə hamilə olandan sonra? Hə, əlbəttə. Getməyə bilərəm. Allah o dünyalara versin. Amin. Nəm həyatdır da, ay Əbdül. Bir gün hamımız gəlmişik, hamımız gedəcəyik. Amma düşünürəm ki, valideynlərinə ana, nə ata, kaş ki bu dünyadan köçməzdi. Onlara gələn bütün hər şey yəni bizə gələrdi, amma Təəssüf. təəssüf. Təəssüf ki, heç nə eləmək olmur. Sənin ulduz həyatını atan gördü. Yəni yaxşı günlərini də belə deyək. Atam mənim uşaq idi, mənim əlimdən tutub muğam müsabiqələrinə aparırdı. Bax, burada muğam mərkəzi var, beynəlxalq muğam mərkəzi. Mən hər dəfə oradan keçəndə papamı çox xatırlayıram. Çünki mən ora hər dəfə papam gətirirdi, əlimdən tutub. Gördüm efirə çıxdığın günləri, efirdə oxuduğunu. Yox, bəzilərini gördü, çox az gördü. Hər dəfə deyirdi ki, istəyirəm, bax, televizor açanda. Özə gülüm deyirdi, mənə gülüm oxusun. Amma indi ruhu şaddır. Məncə də. Çünki Gülkay Ələkbərli deyiləndə artıq hər kəs tanıyır. Hər kəs səni sevir Gülkay. Əsas odur. Bəli. Atanın da ruhu şaddır.